Salam hörmətli izləyicilər, xoş gördük. Studiyamızın qonağı Xəlil müəllim Qarahmədovdur və Pakistan-Hindistan müharibəsi ilə bağlı danışacağıq. Xəlil müəllim, studiyamıza xoş gəlmisiniz və görək Hindistan-Pakistan arasında nələr baş verir. Buyurun. Mən Aqil müəllim sizi salamlayıram. Sizin şəxsinizdə çox minli, sizin daimi tamaşaçılarınızda salamlayıram. Və bugün çox ağrılı, çox həyəcanlı bir məsələ barədə, bir problem barədə, ola bilər ki, böyük müharibənin astanası barədə fikir mübadiləsi aparacaq sizinlə. Sizin çox saylı, çox minli tamaşaçılar kütləsinə bəzi məqamları çatdıracaq. Dünya yeni bir müharibə, yeni bir konflikt, ixtişaş ərəfəsindədir, təhlükəli bir ixtişaş ərəfəsindədir. Biz sizinlə bu mövzuda danışacağıq. Yəni, bir neçə gün bundan, daha doğrusu 2 həftə bundan qabaq Kəşmir müqaviməti adında bir hərəkat, hansı ki o hərəkat Pakistanda yerləşir. Onlar 1947-ci, 46-cı ildə 2-ci Dünya müharibəsindən sonra Hindistanla Çin arası, Hindistanla Pakistan arasında bölgəyə razılaşmayan bir təbəqə, bir hissə vaxtdan vaxta bu məsələni qabardır və 2 həftə bundan öncə yenə də bu məsələ qabardı və edilmiş hücum nəticəsində Hindistanın 26 nəfər ərazisində yerləşən turist qətlə yetirildi və bu böyük bir müharibənin, böyük bir irəlidə görünəcək böyük bir fəlakətin başlanğıcı oldu, titəyi oldu. Hindistan dərhal buna cavab verəcəyi barədə məlumat yaydı və bunu elə-belə sakitcə qarşılamayacağını bildirdi və o müqavimətin nəticəsində hərbi əməliyyatlar dünən sıra gün, 2 gündür ki, qızışıb. Bu əməliyyatlara Hindistan tərəfindən Sindur adı qoyulub. Sindur kod adıdır. Mən sizin çox saylı tamaşaçılarınıza bildirmək istəyirəm. Bu Sindur nədir? Sindur Hindistanlıların kinolarda biz görürük, həyatda görürük. Alınların ortasında qırmızı bir ləkə var. Bəzən saçların da arasına qoyurlar qadınlar. Bax, Sindur odur. Bax, bunların bugünkü hərbi əməliyyatların adı. Mənası nə verir? O qırmızı bir kına, ləkə, toz mənasında verən yerli Hindu sözündən götürülmüşdür. Bu İngilis mənşəli söz deyil, Hindu sözüdür. Bunların verdiyi kod adıdır bu əməliyyatlar. 3 gündür ki, çox böyük vüsət alıb və çox ciddi şəkildə tərəflər bir-birinin üzərinə hücum çəkirlər. Və əziz dostlar, dəyərli tamaşaçılar, Pakistanın Azərbaycandakı səfiri də Azərbaycana verdiyi diplomatik dəstəyə görə təşəkkürü bildirib. Yəqin ki, bu barədə də danışacağıq. Və son məlumatlara görə 5 qırıcı rəsmi vurulubdur Pakistan tərəfindən. Amma qeyri-rəsmi məlumatlarda 6-cı təyyarənin də vurulduğu deyilmi? Tək təyyarələri yox. Böyük miqdarda pilotsuz uçuş aparatları tətbiq olunur hər iki tərəfdən. Onların da sayı, vurulma sayı 100-ü keçib hər iki tərəfdən. Artilleriya, həm də ağır artilleriya, həm də reaktiv atəş sistemləri bu döyüş əməliyyatlarına cəlb olunub. İnsan sayına görə hər tərəfdən 10 minlərlə əskər qarşı-qarşıyadır. Çox ciddi bir münaqişənin biz astanasındayıq. Bugün çox təəssüf ki, real vəziyyət budur. Amma Aqil bəy, siz icazə versəydiniz, sizin tamaşaçılar üçün maraqlıdır. Mən bu münaqişənin ümumiyyət tarixinə danışardım. Əsaslı oldu, yəni nə vaxt olub Kəşmir problemi. Azərbaycan tarixi ilə də biraz bizim əlaqələrimiz var. Nadir Şah dövrü ilə, Əfşar. Tamam, doğru. Buyurun. Demək, 2-ci Dünya müharibəsi tamamlanandan sonra BMT, Birləşmiş Millətlər Təşkilatı təşkil olunandan sonra dünyada bir çox münaqişəli nöqtələri və bir çox koloniyaları ləğv etmək üçün xırda dövlətlər bir start imkanları əldə etdilər və bu böyük dövlətlərin nəzarəti altında həyata keçirildi. Bildiyiniz kimi Hindi-Çin, yəni Hindistan yarımadası, ora bitişi idi, Pakistan, Bangladeş, çox böyük bir ərazi, insan baxımından böyük bir areal.
İngilislərin tabeliyindən çıxdı və müstəqillik elan etdilər. Amma İngiltərə 200 il orada hökmranlıq etdiyinə görə özünün bir mənəvi borcu olaraq əhalini ayırmaq və ortada iki dövlət yaratmaq missiyasını Birləşmiş Millətlər Təşkilatı Böyük Britaniyaya həvalə etdi. Onlar da bax bu şəkildə indiki gördüyümüz sərhədlər daxilində iki böyük dövlətin yaranmasına start verdilər. Bu əhvalat 1947-ci ildə baş verdi. Birləşmiş Millətlər Təşkilatının yekdil səsi ilə Hindistan və Pakistan müstəqil dövlətlər elan olundular. Amma onların arasında olan kiçik bir ərazi vardı ki, o ərazi hətta 200 il Pakistanın, Britaniyanın hökmranlığı vaxtında da öz sərbəstliyini, öz müstəqilliyini qoruyub saxlayan bir vilayət idi. Bölgü o vilayətə çatanda, demək, İngiltərədən olan siyasətçilər, iş adamları milli mənsubiyyətə, eyni zamanda tarixən millətlər arasında olan əlaqələrə fikir vermədən, xərkeşlə özləri bildiyi kimi sərhəd çizdilər. Bu sərhədə görə bir hissə, demək, azad Camba sayılan bir Azad Kəşmir adında sayılan bir ərazi Pakistana verildi. Digəri isə Camma və Kəşmir vilayəti, həm də Ladakh bölgəsi onlar Hindistana verildi. Çox ərazi Hindistana düşdü bir sözlə. Amma burada millətlərin etnik quruluşu nəzərə almadan yaranan bir bölgü əhali tərəfindən qəbul olunmadı və eyni 47-46-cı illərdə 15 milyon, rəqəmə fikir verin, 15 milyon yerli əhali köçkün və qaçqın vəziyyətinə düşdü. Onların bir çoxu Hindistana axışdı, bir çoxu da Pakistana axışdılar. Bir qədər hissəni isə Pakistan o illərdə Çin Xalq Respublikasına bağışladı. O da əbədi buzlaq bir ərazi var, çox keçilməz dağ aşırımlarıdır. Hansısa bir xidmət müqabilində ora Çinə verildi. Bu bölgü bu cür tamamlandı, təsdiq olundu Birləşmiş Millətlər Təşkilatında. Amma cəmi bircə il sonra o vilayətin rəhbəri, o əslən Hindistanlı idi, Singh bir mənşəli bir adam. Belə qərar verdi ki, bu vilayəti biz yenidən Hindistana birləşdirək. Hindistan hansısa bir şərtlər daxilində Hindistana birləşdirək. Bu yerli əhali arasında çox böyük qəzəbə və çox böyük narazılığa səbəb oldu və ilk müharibə, Kəşmir uğrunda aparılan ilk müharibə məhz 47-ci ilə 48-ci ilə təsadüf edir. O illərdə çox böyük hərbi əməliyyatlar aparıldı və yenə də tezə yaradılmış Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə orada bir razılaşma qəbul etdilər. Bir Patriotion adında bir qərar verdilər. Bu bölünmə deməkdir ingilis dilindən. Yəni, nisbi bir olaraq bölgü apardılar, qəti bölgü apardılar ki, hansı ərazi Pakistan üçündür, hansı ərazi Hindistanda qalacaqdır. Bax, bunlar bu bölgü altında 1966-cı ilə qədər yaşadılar. 1966-cı ildə yenə əhaliden narazılıq yarandı. Yenə də razılaşmadı əhalinin, əsasən razılaşmayan əhalinin müsəlman təbəqəsidir. Onlar Hinduslarla, Xristiyanlarla bir yerdə yaşamağı o qədər də istəmədiklərinə görə onlar daima Pakistana meyillidirlər. Bütün hərbi əməliyyatların, bütün narazılığın, ixtişaşların mənbəyi Pakistandan qaynaqlanır. Çünki bu tarixi bölgü Pakistanı qani etməyib. 47-ci ildə də qani etmədi, günü bugünə də qani etmir. 80 ilə yaxındır ki, bu narazılıq davam edir. Mən indi fikrimi qutarıram. 1966-cı ildə SSR onda çox qüvvətli bir dövlət idi. SSR bu işə qarışdı və onlar Daşkətdə bir razılaşma yaptılar. Onun da bir qəribə bir ad qoymuşlar, Operasyon Qabrital adında bir əməliyyat və onlar Daşkətdə, yəni indiki Özbəkistan paytaxtı Daşkətdə növbəti bir tarixi sənədə imza atdılar və sərhədlərin tanınması və sənədlərin qarşılıqlı olaraq qəbul edilməsi bəyannaməsinə imza atdılar. Və ondan sonra 1999-cu ilə qədər yenə də nisbi sakitlik oldu və növbəti konflikt, növbəti ixtişaşlar 1999-cu ildə başladı. Demək, müəllim, niyə onu
əsasən Hindistanla Pakistan arasında su müharibəsi kimi dəyərləndirirlər. Düzdür, 22 nəfər orada terroristlər tərəfindən öldürülüb, bəhanə Hindistan tərəfindən budur. Pakistan qəbul etmir o terror, yəni Pakistan tərəfindən törədildiyi. Bax, niyə məhz su müharibəsi? Orada coğrafi baxımından bilginiz varmı? Yəni mən sizə və sizin çox dəyərli olan tamaşaçılarınıza bir coğrafi ekskurs edərdim və deyərdim, danışım, izah edərəm. Baxın, dünyada su üstündə narazı olan, bir-birindən dava səviyyəsinə, müharibə səviyyəsinə qalxan biz çox sayda dövlətlər var. Onun ən elə yaxınımızda olan biri də bizim Türkiyə ilə Suriya arasında mübahisədir. Onlar da o ortadan keçən çayın suyunu bölə bilmirlər. Həmişə Suriya etiraz edir ki, Türkiyə tərəfi suyun çox hissəsini istifadə edir, bizə az verilir. Eyni konflikt Suriya ilə İsrail arasında var. Onlar da oradan keçən çayın suyunu bölə bilmirlər. Hesab edirlər ki, su əldə bir argumentdir. Dövlətlər arasında mübahisə vaxtı bir argumentdir. Eyni argument indi Hindistanla Pakistan arasında vardır. Oradan keçən çay hər iki ölkə üçün su varmaq üçün çox vacib olan bir mənbədir, su mənbəyidir. İndi həm də o suyun mənbəyi Hindistanda olduğuna görə Hindistan hər vəclə, hər əməliyyatda bir bəhanə ilə təsir vasitəsi olaraq suyu bağlayır. Su bölgüsündə ortaya qoymuş razılaşmanı pozur, suyu qarşı bənddir də, jalüzlərdir, bağlayır. Bax, bu ölkəyə, qarşı ölkəyə təsir vasitəsidir. Hindistan diplomatiya yox, müharibə yolunu seçdi. Yəni Pakistanın bir generalı Azərbaycan mətbuatının açıqlamasında da bildirib. Yəni niyə məhz müharibə yolu? Orada qüvvələr balansın. Yəqin sizin bir burada belədir vəziyyət. Qüvvələr balansına gəldikdə biz Hindistanla Pakistanı heç vəclə biz onları hərbi cəhətdə müqayisə edə bilmərik. Çünki Hindistan daha nəhəng bir dövlətdir. Dünya əhalisinin ən böyüyü onlardadır. 1 milyard 250 milyon. Hətta Çin Xalq Respublikasından da əhali sayı çoxdur. Qoşunların rəsmi qoşun növlərinin tərkibi də Pakistandan 2 dəfə çoxdur. Silah növləri daha müasirdir, daha yaxşıdır. Həm də yazılan xarici ölkə saytlarında yazır ki, Pakistan, Rusiya-Ukrayna müharibəsi vaxtı özlərinin artilleriya arsenalında olan silahların, mərmilərin bir çoxunu alverdi də, bu silah alveridir, Ukraynaya satdı. Bugün artilleriya silahlarının ya mərmilərin miqdarı çox azalmışdır Pakistanda. Hindistan isə öz hərbi qüvvətini qoruyub saxlamışdır və 3 tərəfdən onlar, birinci özlərinin sənayesi güclüdür. Sonra əsas aviasiyası, əsas digər texnikaları onlar Fransadan alırlar. SSR də tarix boyu Hindistanı hər cür hərbi əməliyyatlarla təchiz etmişdir. Qoşun sayına görə, hərbi əməliyyatlar, silah-sursat sayına görə Hindistan daha çoxdur. Amma qəhrəmanlıq, igidlik, sücayət baxımından Pakistan əskəri Hindistan əskərindən çox güclüdür. Həm də peşəkarlıq baxımından. Və bu gündə 5 qırıcı təyyarə vurulubdur. İndi biri də əlavə oldu. Və deyirlər Kəşmirdə nəzarət xəttində yerləşən Kora kompleksində ağ bayraq qaldırılıb. Bəli, bugün bir çox beynəlxalq saytlar bu barədə yazır. O bir batalyonun qərargahıdır. Orada bir batalyon. Onlar mühasirə təhlükəsini gördükdə təbii ki, ölümdənsə əsirliyi daha üstün tutmuş və ağ bayraq qaldırmışlar və mən qabağa qaçmadan deyərdim ki, əgər quru hərbi əməliyyatlar keçiriləcəksə, Pakistan ordusunun, Pakistan əskərinin üstünlüyü qaçılmaz olacaqdır. Və Hindistan Amerikadan aldığı silahlarla Pakistana zərbələr endirib. Pakistana Hindistan tərəfindən Amerika silahının işlədilməsi və digər tərəfdən də Putinin narahatçılığı. Ümumiyyətlə, ənənəvi olaraq Hindistanda Amerika silahları çox rəmzi bir miqdardadır. Əsasən orada Rus, Sovet silahları, əsasən orada Fransa silahlarıdır. Son illər onlar özlərinin əbədi rəqibi saysalar da Çindən də silah-sursat bəzi komponentlər alırlar. İsraillə çox onların hərbi əməkdaşlıq proqramları var. Pakistan isə ən əvvəl olaraq
Böyük Britaniya ilə, çünki onun müstəmləkə olacaq, çox sıx əlaqələri var. Bax, mən sizə bir faktı deyim, qoy sizin tamaşaçılar bilsin, kim Londonda olubsa, mən öz gözümlə gördüyüm, müşahidə etdiyim deyəm ki, küçədən getdikdə, bəlkə əhalinin çox hissəsi ya Hindistanlıdır, ya Pakistanlıdır. Londonda. Londonda. Bəli, əhali hər birində, Pakistanda bilirsiniz də 2 milyona yaxındır, o da 1 milyard. Çox sonsuz sayda hər iki ölkənin vətəndaşları Avropada əsasən də Böyük Britaniyadadılar. Ona görə də mən onu cümləmi qurtarıram. Ona görə də bu məsələnin beynəlmiləl olmasına şans azdır. Mən əminəm ki, işin hansısa bir nöqtəsində mütləq İngiltərə, yəni Böyük Britaniya bu işə qarışacaqdır. Dehli bunu gözləmirdi, amma Pakistan darmadağın etdi, belə deyək də. Verilən proqnozlar belə deməyə əsas verir. Amma silah və ordu baxımından Pakistan bir neçə dəfə geridir Hindistandan. Bəli. Nə proqnozlaşdırırsınız? Necə yekunlaşacaq? Burada həm optimal proqnozdan söhbət gedər, həm də çox sərt proqnozlar mümkündür. Məsələnin sərt tərəfi budur ki, bunların, biz indi bu tarixdən danışdıq, amma 1999-cu ildə bunlar arasında daha şiddətli bir konflikt, daha şiddətli olan bir barədə unutduq danışmağa. Buna Qargil müharibəsi deyilir. Tarixdə də bir yazılır, Qargil müharibəsi. O müharibədə isə hər bir tərəfdən minlərlə əskər və böyük sayda texnika 1999-cu ildə qarışmışdı. Onu da qarşısını aldılar. Böyük dövlətlər onu da söndürdü və bugün bu müharibəyə, bu münaqişəyə daha doğrusu deyək, münasibət fərqlidir. Məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti bugün sabah o hazırlaşır, yaxın şərqə uçsun. O bu yaxınlarda elə bir neçə saat bundan öncə bu hadisə barədə çox belə səthi, çox belə arxayıncasına bir bəyanat verdi ki, biz onlarla uzun illərdir ki, onların mübahisəsində şahidəyik. Biz onu həmişə görürük. Bu öz həllini tapacaqdır. O təxminən bax belə dedi. Digər tərəfdən də hər iki dövlətin nüvə faktoru hər iki dövləti həm qələbəyə ruhlandırır, həm də eyni zamanda onların hər birini saxlayan çox böyük bir tormuzdur, əyləcidir. Çünki müharibə əgər digər fazəyə daxil olsa, nüvə silahının tətbiqi qaçılmaz olacaqdır. Nüvə silahının tətbiqinin də doğurduğu nəticələr göz önündədir. Dünya, Allah etməsin ki, dünyada bu nüvə silahı tətbiq olunsun. Digər tərəfdən sizə bir faktı da demək lazımdır ki, sizin tamaşaçılarınız da bunu bilsin. Coğrafi cəhətdən Pakistan Hindistana çox yaxın məsafədədir. Bu nə deməkdir? Bu o deməkdir ki, Pakistanın paytaxtı İslamabad şəhəri sərhəddən, indiki hal-hazırda olan döyüş bölgəsindən cəmi 60-70 kilometr aralıdadır. O qədər sərhəd yaxındır. Yəni, hər bir hərbi əməliyyatlar başlayıb, bunlar alovlandığı halda İlk zərbəni ölkənin paytaxtı 14-16 milyon əhalisi olan Pakistanın İslamabad şəhəri alacaqdır hərbi ilk zərbələri. Bax, bu da çox böyük faktordur ki, müharibənin başlanması Pakistanın da xeyrinə deyil, qəti xeyrinə deyil. Ona görə də biz güman edirik ki, baxın, Türkiyənin Xarici İşlər Naziri 2 gündür çox şiddətli, çox gərgin danışıqlar aparır. Putin bu məsələyə qarışdı. Lavrov bu barədə bəyanat verdi. Əminəm ki, dünyanın nəhəng dövlətləri bu hadisəni idarə edəcəklər. Bunu idarə edəcəkdən çıxmağa qoymayacaqlar. Kimlər idarə edəcək? Böyük dövlətlər, Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlər, hansı ki bunları yaradan dövlətlər, bu mübahisəni yaradan böyük dövlətlər bunu həll etməyə və bunu nizamlamağa sadəcə borcludular. Bəs Rusiya Ukraynanı niyə nizamlaya bilmirlər? Bəli, bəli. Biz indi belə nizamlayırlar. Biz yəni keçid alsaydıq bu mövzuları mən bu barədə danışardım. Siz Hindistanla bağlı bilgiləri maarifləndirmə mövzusunda nəsə varsa? Var, hələ bir neçə də məsələlər var. Biz 9 maya nüvə üzr istəyirəm, raket zərbələri olacaq, yoxsa yox, bu barədə danışacağıq. Hindistanla bağlı danışırıq. Bəli. Demək, bugün İslamabad çox böyük sürətlə inkişaf edən bir dövlətdir. İslamabad bildiyiniz kimi nüvə dövlətidir. Özdə təsadüfi nüvə dövləti yox, nüvə istehsal etmək üçün tam mükəmməl texnologiyaya malik olan bir dövlətdir. Bundan başqa, nüvə başlıqlarını istənilən məsafəyə çatdırmaq üçün 6-7 min kilometr uçmağa qadir olan raketlərlə təchiz olmuşdur ölkə. Orta mənzilli raketləri də vardır və sayıları da az deyil. Yəni,
Elə bu yaxınlarda elə Pakistanın bir müdafiə naziri bir bəyanat verdi ki, əgər iki dövlət arasında baş verən hər bir konflikt bütün dünyanı yer üzündən silməyə qədər təxminən belə səsləndi, qadir olan bir konflikt olacaqdır, bir münaqişə olacaqdır. Çünki nüvənin tətbiqi, nüvə bombasının tətbiqi, baxın, əhalinin yer kürəsinin 9 milyard əhalisinin elə bir 2 milyardı oradadır. O iki dövlətin içində təxminən belədir. Çox dəhşətli hadisələrin xaotik olaraq inkişafına böyük dövlətlər əlbəttə ki, imkan verməyəcəklər və özlərinin təhlükəsizlik baxımından. İkinci bir deyək ki, çox maraqlı olsun, sizin tamaşaçılarınız da görsünlər. Dünyada 1947-ci ildən böyük 2. Dünya müharibədən sonra ən dəhşətli iki konfliktli müharibə bəlkə də əvvəldən hazırlanıb qoyuldu. Bunun biri İsrail ilə ərəblər arasında olan bir məsələdir. Bir də Pakistan ilə Hindistan arasında olan məsələdir. Bəlkə də böyük dövlətlər onu bilərəkdən yaradıblar ki, dünya həm şər konflikt arasında olsun. Çünki nədən bu Kəşmiri belə bölüblər ki, bir düz xəttdir də, buyurun xəttiyə baxın. Hindistan-Pakistan arasında olan sərhəd bir düz xəttdir. Kimsə elə bir ki, sanki xət keçi qoymuş, karandaşla, yağlı boya ilə bir xət çəkmişdir. Bax, bugün o nəticələrini görürük, acı nəticələrini. Ən çox da insanların artım olduğu yerlərdə. Təbii. Və Pakistan Ərəb müharibəsinə də desən qatılıbdır 75-ci ildə. O pilotlar İsrail təyyarələrini vurub. Belə bir məlumatla mən rastlaşdım. Hələ Pakistanla bağlı danışıq dostlar, tamaşaçılar yazır ki, Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinin yanında olan Pakistan dövləti üçün bugün Azərbaycan dövlət səviyyəsində necə dəstək olacaq? Mən indi o mövzuda yazın dostlar, çox xahiş edirəm. Pakistan bizə dəstək verib, mənəvi dəstək veribdir. Həmişə açıqlamalar verib, bəyanatlar verib. 100.000 ordu göndərək deyə bir açıqlamalar olub generalitetin. Yazın və Pakistana arzularınızı yazın qardaş ölkəyə. Buyurun, suallarınızı da göndərin. Buyurun. Demək, Pakistan adlı dövlət ərazisi yaxın şərq arealında biz də daxil olmaqla müsəlman dünyasının ən aparıcı sima dövlətlərindən biri olmuşdur. Təkində yox, orta əsrlərdə. Hətta orta əsrlərdən də əvvəlki illərdə və orta əsrlərin son əsrlərində Pakistanla Azərbaycan arasında, ümumiyyətlə İran, Pakistan, bu Türk dünyası arasında sıx qırılmaz tellər mövcuddur. O mövcud tellər bugün, dünən 10 ilin telləri deyil. Əsrlərlə bağlılıq vardır. Bir çox parametrlər üzrə bilin, Türk dünyası ilə Pakistan həm sıx qardaş, ən sıx müttəfiqlik səviyyəsində olan bir münasibətlər sərgiləyirlər. Bəli, bütün Türk dünyasının, Türkün bütün müharibələrində Pakistan həmişə Türkü müdafiə etmişdir. Bu yalnız son illərə aid deyil. Birinci Dünya müharibəsində də. Bundan Birinci Dünya müharibəsində Rus-Türkiyə müharibəsində də. Rus-Türkiyə müharibəsində, məsələn 1862-ci ildə Türk ordularının içində böyük Pakistan dəstələri vardı. Onların adları var, onların milli kimlikləri var. Bu yaxınlıq, bu əlaqə əlbəttə ki, Azərbaycan konfliktində 30 il bizim apardığımız mübarizədə bizim yanımızda iki qardaş olmuşdur. O qardaşın biri Türkiyə olmuşdur. Ondan da geç də yerdə qalmayan digər qardaşımız Pakistan olmuşdur. Hələ də bilin, qoyhan bilsin ki, Pakistan hələ də Ermənistanı dövlət kimi qəbul etmir. Hələ də dövlət müstəqilini qəbul etməyibdir. Baxın, Azərbaycan üçün bundan artıq daha nə etmək olardı? Azərbaycan üçün öz həmrəyliyini bundan artıq daha hansı şəkildə bildirmək olardı? Ona görə Pakistana atılan hər bir güllə biz hesab etməliyik ki, bizim sinəmizə dəyir. Ona görə bizim Azərbaycan xalqının həm dövlət səviyyəsində, həm vətəndaş səviyyəsində hamımızın istədiz, istəmədiyi bir mənalı dəstəyimiz Pakistana təfd olmalıdır. Aydın. Görək tamaşaçılar nə yazırlar? Pakistana qarşı Hindistanı kim qızışdırır? Türkiyə əleyhinə olan qüvvələr. Bugün Turan ideyası dünyanın bir çox güc mərkəzlərini qıcıqlandırır, onları narahat edir. Çünki əgər bu ideya bu cür həyata keçirilərsə, 20 ildən sonra, 30 ildən sonra artıq bir siyasi qüvvə, iqtisadi bir qüvvə olaraq dünya çapında bunlar qeydiyyata alınacaqdır. Turan dünyası, Turan aləmi. Əlbəttə ki, o Turan, Pakistan, əgər Turan aləmi mövcud bərqərar olsa Pakistanla sərhəd, artıq bu dünyanın daha da böyük gücə qüvvə mərkəzdə çevrilməz, böyük segmentə çevrilmək şansı var.
uzun siyasətçilər var ki, perspektiv düşünənlər var, strategilər var ki, onlar bunun əleyhinədirlər. Elə indidən Pakistanın başını qatmaq barədə fikirləşirlər. Ağayev yazır ki, suala cavab versəydiniz sevinərdik. Hörmətli izləyici, axı sizin sualı cavablandırdı. Sual verib ki, Azərbaycan dövləti Pakistan dövləti üçün bugün dövlət səviyyəsində necə dəstək olacaq? Hə, mən əminəm ki, mən Azərbaycan vətəndaşı olaraq və siz də Azərbaycan vətəndaşı, əminəm ki, biz Pakistanı bizim həm dövlət orqanına, həm cəmiyyəti heç vaxt tək qoymarıq. Biz həmişə onun yanında olacaq. Necə ki, o 30 il bizim yanımızda olmuşdur. Və səfir açıqlama verib, Azərbaycan dövlətinə təşəkkürünü bildirib ki, bizə dəstək olduğunuz üçün. Rusiya ilə bağlı danışmağınızı istərdim. Parad hazırlaşır, hansı dövlətin prezidentləri orada iştirak edəcək? Bəli, bəli. Dünyanın bugün ən populyar mövzusu, ən dünyanın diqqət mərkəzində olan məsələ Rusiya-Ukrayna münaqişəsidir. Konflikt deyirik, əslində bu müharibədir. Mən bütün televiziya verilişlərimdə deyirəm ki, bunun əsl adı müharibədir. Müharibə çox böyük masştablı canlı qüvvənin, böyük texnikaların, böyük bir ərazinin, döyüş meydanlarının əhatə etdiyi bir proses, bir dava, müharibə adlanır. Münaqişə adlanmır. 9 may 2-ci Dünya müharibəsində dünyanın tərəqqipərvər qüvvələrinin faşizm üzərində qələbəsi bütün dünyaya xas olan, dünyaya mənsub olan bir bayramdır. Bu bayramda Moskvada parad keçirilir 9 may. Bizim dövlətimizin də nümayəndə heyəti gözlənilir, iştirakı dəvətlidir və 29 dövlətin başçılarının orada iştirakı, son məlumatdır, bir neçə saat bundan qabaq deyilmiş məlumatdır, iştirakı gözlənilir və yardan çox da artıq Moskvadadılar. 2 gün qalıb tədbirin başlanmasına, amma Rusiyanın hava limanlarında xaos vəziyyət yaranıb və Ukraynanın kütləvi dron hücumları var, təyyarələr havaya qalxa bilmir, hava limanına enilən sərnişinlər saatlarla təyyarəni tərk edə bilmir. Niyə? Bildiyiniz kimi Vladimir Putinin Rusiya Federasiyasının prezidentinin təhlif etdiyi dünən axşam gecə saat 12-dən başlamış və ayın 9-u gecə saat 12-yə qədər davam edəcək 3 günlük atəşkəs təklifinə Ukrayna qoşulmadı. Ukrayna istənilən gündən 30 gün azın olmayaraq 30 günlük atəşkəs təklif etdi və belə bir arqument irəli çəkdi ki, 3 gün ərzində heç bir şeyə nail olmaq mümkün deyil. Əgər biz atəşkəs ediliriksə, gəlin bunu 30 gün edək, rahat oturub danışmaq üçün. Təbii ki, Rusiya tərəfi buna qane olmadı. Bir halda ki, Rusiya tərəfi buna qane olmadı və Ukrayna öz döyüş potensialını işlətmək hüququna malikdir və bilərəkdən də Rusiyanın xörəyinə duzu çox qatmaq üçün, onu daha da başını məcbur qatmaq üçün, başqa dövlətlərin gözündə Rusiyanı alçatmaq üçün, kismək üçün çox şiddətli şəkildə bugün gecədən başlayaraq, elə dünən də daxil idi bu işə, bütün qüvvələri ilə, dron zərbələri ilə, aviasiya, raket atəşlə Rusiyanı diz çöktürməyə çalışır. Hələ sabah gözlənilir ki, bundan da daha şiddətli qəbullar olacaqdır. Hara? Əsasən onlar aeroportlara, hərbi sənaye obyektlərinə zərbə endirirlər, şəhərlərə, yəni əhalinin gərgin saxlamaq üçün. Bu müharibənin nəticəsidir. Harada müharibə varsa, orada balet oynamırlar ki, müharibədə qan tökülür, ölümdür müharibə və Ukrayna buna əməl edir. Və yaxın günlərdə Zelenski bir neçə gün əvvəl 9 may paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik dedi. Tamam, doğru. Bu xaos onunla mı bağlıdır? Onunla bağlıdır, hələ ondan da çoxunu hələ 9 mayda gözləyirik. Faşist Almaniyası, nəhəng bir faşist Almaniyası Moskvaya hücum edən ərəfədə Moskvanın 30 kilometrinə gəlib çatdığı bir vaxtda heç Moskvanın hava məkanına bu qədər zərbə endirə bilməmişdi. Nəinki Ukraynanın ən yaxın şəhərindən Moskvaya 800 kilometr məsafədir. Ən yaxın nöqtələrindən belə. O artıq 2 gündür ki, Moskvanı diz çöktürür. Moskvaya 134 nüvə dron zərbəsi dünən göndərilmiş. Bu gün də hələ axşam bu məlumat veriləcək.
çox şiddətli bir hücumlara qarşılaşır Moskva paytaxtı. Bu Rusiyanın paytaxtı Moskva şəhəri. Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Tamam doğrudur, vermək iqtidarındadır. O böyük dövlətdir. Hər bir dövlət başçısını da qoruyacaq. Dövlət başçılarının hər birinə təşəkkür etmək lazımdır ki, belə gərgin bir vaxtda Rusiyaya göstərdiyi hörmətə rəğmən Rusiyaya getdilər. Hətta baxın, bir çox dövlətlərin təyyarələrinə heç Avropanın bir sıra dövlətləri hava məkanını aşmadılar. Hava məkanı bağlıdır. Məsələn, Vučić Serbiyanın prezidenti gəlməsi üçün yol belədir ki, o mütləq Pribaltikanın üstünə uçmalıdır. Pribaltikanın iki dövləti onun təyyarəsini buraxmaq barədə razılığa gəlmədi. İndi o alternativ yol axtarmalıdır. Hardan gəlməlidir? Allah bilir. Vladimir Putinin 3 günlük atəşkəs təklifi məhz 9 may paradı ilə mı bağlıdır? Qonaqların təhlükəsizliyinə cavabdeh kimi bu təklifi səsləndirdi, yoxsa ürəyindən sülh keçir? Ürəyindən bugün dünyanın bütün, həm də iki dövlətin başçılarının və xalqlarının hamısının ürəyindən sülh keçir. Amma sülhə gedən yolu hər tapa bilmirlər. 3 günlük tədbir isə o hesab etdi ki, Zelenski buna hə deyəcək. Əvvəlcə bu strateji olaraq yanıldı. Zelenski buna hə demədi. Zelenski qarşılığı olaraq dedi ki, nə 3 gün, gəl bir ay dayanaq. O da buna razılaşmadı. Ona görə də təbii 9 may ərəfəsində təkrar edirəm, orada olan dövlət başçılarının hər biri fədakar bir qəhrəmanlıq nümunəsi nümayiş etdirərək orada iştirak edəcəklər. Siz deyirsiniz ki, sülh yolunu tapa bilmirlər. Tapa bilmirlər, tapmaq istəmirlər. Trumpın oyunudur, yoxsa həqiqətən də Trump dünən geri çəkildi? Bu barədə xahiş edirəm. Biraz əhatəli məlumat verəsiniz. Baxın, dövlətlərin arasında gedən müharibədə çox böyük resurslar işə salınır. Bunun böyük resursları işə salan adamlar bu böyük resursları saxlamanın yollarını elə əvvəldən bilirlər. Burada məqsəd hələlik istək yoxdur ortada. Hələlik bu müharibəni, sizinlə biz bu mövzuda artıq 4-5-ci dəfə danışırıq. Hələlik müharibəni saxlamaq üçün hazırlıq yoxdur. Müharibə hələ çoxdan. Bu hazırlığın arxasında iqtisadi hazırlıq durur. Bu strateji mənafilər durur. Baxın, Putin bir neçə gün bundan qabaq, Putin özü haqqında çəkilmiş, 25 il hakimiyyətlədir o. Onun haqqında çəkilmiş bir filmdə aşağı bir fikir söylədi. Dedi ki, buna sual verdi jurnalist ki, yaxşı, siz 14-cü ildə və ondan sonra da niyə bunu getmədiniz müharibəyə? Dedi, onda biz strateji baxımdan hələ hazırlığımız yaxşı deyildi. Təxminən belə cavab verdi. Yəni, o bugün 2 il, 3 il strateji cəhətdən özünün təhlükəsini təmin etdikdən sonra Ukraynanın üstünə getdi. İndi bugün Ukraynanın üstündən onun geri çəkilməsi və geriyə dönüşü bu absurddur, bu olmayacaq. Amma əvəzində qırğın qiyamət olacaq. Amma bunu da nə Avropa istəyir əslində, nə Trump istəyir, nə Ukrayna istəyir, nə Rusiya istəyir. Yəni bugün vəziyyət pat vəziyyətidir. Vəziyyətdən çıxmasını hətta dünya ictimaiyyəti Trumpa ümid bəsləyir. Heç ümid də o da bir şey eləyə bilmir. Qeyri-müəyyənlik də övüdür. Qaydırıq yenidən Pakistan mövzusuna, Hindistan mövzusuna. Geniş miqyaslı müharibə olarsa, hansı dövlətlər sizcə qoşula bilər və kimin tərəfində dayana bilər? Türk dünyası bir mənalı olaraq Pakistan tərəfdə dayanacaqdır. Həm mənəvi cəhətdən, həm digər bacardığı imkanlar cəhətdən. Bəli, Türkiyə Pakistanı dəstəkləyəcək. Türkiyə, mən güman edirəm biz də elə orada olacaq. 30 ildə bizi dəstəkləyib. Mən əminəm ki, bacardığımızı biz də yardım edəcəyik. Və Amerikalılar isə, İngilislər isə Hindistanı dəstəkləyəcək. Bir mənalı olaraq Amerika bu işdə bir tərəf olacaqdır. Heç nə Amerikanı, mən deyirəm, nə Amerikanı, nə Hindistanı, nə Pakistanı dəstəkləyəcək. Çünki Amerika həm Hindistandan, həm Pakistandan bərabər uzaqlıqda yerləşir. Əgər siz desəydiniz ki, Rusiya Hindistanı bir mənalı dəstəkləyəcək, mən deyərdim, bəli, bir mənalı dəstəkləyəcək, özü istədiyi, hətta bütün imkanlarıyla dəstəkləyəcək. Onlar bir BRICS deyən beynəlxalq təşkilatda bir yerdədirlər. Ənənəvi olaraq 40-50 ildə onların arasında birgə var, münasibətlər var. Bəs yaxın şərqdəki dövlətlərin münasibəti? Bir mənalı olaraq yaxın şərq dövlətləri müsəlmanlıq nöqteyi nəzərindən Pakistan tərəfdə olacaqlar. Qaçılmazdır. İran-İsrail savaşı gözlənilir. Gözlənilir. Mənə elə gəlir ki, ən böyük savaş İsrail-İran savaşı olacaq. Siz necə düşünürsünüz?
Mənə elə gəlir ki, dünyada heç vaxt savaş olmayacaq. Çünki insanlar anlayır ki, savaşın arxasında dünyanın məhvi durur. Amma lokal konfliktlər olacaqdır. Lokal konfliktlərin biri də bugün dünyada qarşıda duran məsələ ümumiyyətlə İranı susturmaqdır. İranı susturmaq üçün İsrail bir vasitədir. Hətta tam vasitə deyil. Siz baxın, Amerikanın indi İran həndəvərində, Fars körfəsində olan silahlı qüvvələrin sayı 67 min nəfərdir. Kimin? Amerikanın. Amerikan. Aha. Həm də orada olan 4 aviadaşıyıcı təyyarə də var orada, gəmi də var. Və onların digər gəmi növləri, hərbi gəmi növlərinin sayı hesabı yoxdur. Onlar orada Qırmızı dənizin sularında çimmək üçün getməyiblər. Gündə 24 saat uçuşlar həyata keçirilir. Bundan başqa, Səudi Ərəbistanın da, Kuveytdə, Birləşmiş Ərəb Əmirliklərinin, Amerika Birləşmiş Ştatlarının bazaları var. Çox böyük bazalar. Nəhəng personalı olan, imkanı olan bazalar. Bunlar hamısı İran üçün, İranın əleyhinə yönəlib. Əgər İran bir mənalı olaraq nüvə proqramından əlini götürsə, müharibə olmayacaq. Yox, əgər o nüvə proqramı, üzrəsəm, indi orada həm də qoşulubdur, uzaq mənzilli raketlərin listəsi alındı. İrana qadağa qoyurlar. Diləsən 1000 kilometrdən artıq uçuş məsafəsi olan raket istismar etməyin olmaz. O bizə İsrailə hədə qorxudur. Amma 2 gün qabaq 1200 kilometr vuran raket sınaqdan keçirir. Çıxarı keçirir. İran güclüdür, yoxsa bir mif yaradırlar? Həqiqətənmi tərəddüd edirlər İranı vurmağa? İsrail və Amerika. İran olduqca güclüdür. Onların gücü özlərinin etiqadındadır. Nədən o güclüdür? Deyirəm. Birinci növbədə İran etiqadlı dövlətdir. Orada olan bəlli təriqət, bəlli etiqad Amerikanı bir neçə dəfə İrana olan hücumdan çəkindirib. Bir neçə dəfə niyyət tutmuşdu ki, İrana hücum etsin. Çünki bir İran əskəri Amerikanın 3 əskərindən də güclüdür. Birbaş döyüş əməliyyatı. Onun etiqadı güclüdür. O biri nə üçün? Fanatizm. Bu fanatizm deyər. Mən etiqad deyərdim ki, bu güclüdür. Bu güclüdür. Bundan başqa isə əlbəttə İranın silahlı qüvvələri bugün çox pis vəziyyətdədir. İran aviasiyası demək olar ki, 70-ci illərin aviasiyasıdır. Yoxdur Amerika aviasiyası. Rusiyadan almaq istəyirlər, Rusiyanın özünün də təyyarəsi yoxdur. Müqavilə var, amma təyyarə yoxdur ortada. Bundan başqa, İran öz daxili potensialına əsaslanıb yaratdığı silahlar da kifayət qədər deyil. Həm də kifayət qədər dəqiq deyil. Çünki azından İranın kosmosda peyki yoxdur. Bütün raketlər dünyada peyklərlə idarə olunur. Peyki olmadığına görə onun raketinin yerdə quraşdırılmış koordinatları əsasən İsrailə gəlib dəqiq bomba endirməsi bu absurddur, bu mümkün deyil. Belə faktlar var ki, İran təbii ki, meydan sulayan vaxtı deyil, meydan sulaya bilməyəcək. Pezeşkiyan gəldi Azərbaycana, getdi. İsrail baş naziri Netanyahu gəlməli idi. 7-sindən ayın 11-nə qədər Bakıda olmalı idi. Pezeşkiyan gəlməmişdən öncə Bəndər Abbasda partlayış oldu və bir xəbər yayıldı ki, İsrailin baş naziri Azərbaycana gəlir. Mənbə yox. Sonra İran prezidenti gəldi, getdi. Rəsmi məlumat yayıldı ki, İsrailin baş naziri gəlir. Və orada da yanğınlar başladı. Sonra da imtina etdi bura gəlməkdən. Bu barədə danışmağınızı istəyirəm. Bu savaş nəyin savaşı idi? İnformasiya savaşıdır, yoxsa əzələ nümayişidir, yoxsa hər hansısa bir razılıq əldə olunmadı deyə Netanyahu bura gəlmədi və yaxud da ki, təhlükəsizlik baxımından mı gəlmədi? Sizin indi qaldırdığınız... Və bunu da bir sualla hazırlaşın daha doğrusu. İsrailin prezidentinə Türkiyə hava məkanından icazə vermədi. Qlobal iqlim dəyişikliyi ilə bağlı Bakıdakı tədbirə gəlməyə. Amma Netanyahuya icazə verdi ki, keçə bilərsən. Bax, bu sualda həmin sualın tərkibi nədir? Nə baş verir regionda? Baxın, Ağil bəy, siz gözəl bir siyasətçisiniz, gözəl aparıcısınız və gözəl də təhlilçisiniz. Bu sualların cavablarının bir çox əksəriyyəti mən əminəm sizə bəllidir və bizim çox sayılı tamaşaçılarımız bəllidir. Amma bir çox məsələlər var ki, onların həqiqi forması, həqiqi obliki, quruluşu bizə bugün bəlli deyil. Biz onların tam açılışını, tam izahını bəlkə 10 illər sonra biləcəyik. Bəli. Amma görünən o işartılara əsasən qurduğumuz versiyalar, qurduğumuz xəyallar və düşüncələrimiz, təhlillərimiz ortadadır. Təhlillər bunu deyir ki, bugün dünya, yaxın şərq ümumiyyətlə qaynar bir qazandır. Nə qədər üzdə, zahirdə əməliyyatlar, məlumatlar yayılırsa, ondan 10 dəfə də çox
yayılmayan məlumatlar var. Gizli məlumatlar var. Hadisələrin gizli gedişləri var. Biz onlarla bugün tanış ola bilmərik. Biz onu deyib cəmaatı qızışdırmaq da o qədər məqsədə müvafiq deyil. Hansısa sensasiya xatirinə hansısa bir fikri söyləmək. Bugün bunlar sizin dediyinizin, bax, indi bir baş nazir gəlməliydi. Bax, bugün sizlə biz danışırıq, amma hər şey normal olsaydı, İsrailin baş naziri bugün Azərbaycandaydı. Özü də 4 günə gəlirdi. Fikirləşin, dövlət başçıları bir-birinə dövlət səfərlərini 1 gün, 2 gün edirlər. Maksimum. Hə, bu 4 gündür. Bax, bu bir sualdır. Niyə? Bax, elə o məsafə ilə də bağlı biraz şübhələr yalandı. Əziz dostlar, siz də suallarınızı verin və kanalda olanlar çox xahiş edirəm, bəyənin paylaşın. Kanala abunə olmayanlar da abunə olsun. Suallarınızı da verin və biz buradan səsləndirəcəyik. Demək, bax, bu bir sualdır. İkinci sual, ikinci maraqlı. Türkiyə razılıq vermişdi ilkin olaraq. Sonra dedi ki, yox, mənim ərazim üzərinə keçməsi barədə heç bizə rəsmi bir müraciət olmayıbdır. Bax, bu da ikinci sualdır. Heç bir dövlət başçısı danışılmamış, razılaşmamış bir məlumatı efirə buraxmır, yaymır. Və onun həsi var idisə sonra yoxu niyyədən ortaya çıxdı. Bax, bu da böyük bir gələcəyin anlayışıdır. Bugün onu biz bilməyə bilərik. Tək bu deyil. Ondan bir neçə müddət qabaq İranın prezidenti, bizim hamımızın sevimlisi. Hörmətiniz var mı ona? Təbii, təbii. Onun ki də, onun bir öz dilindən, ana dilimizdə, sizin və mənim danışdığımız dildə onun Şəhriyarın şeirini səsləndirməsi artıq hər şey deməkdir. Onun o dildə. Baxın, ondan qabaq... Sizin hörmətiniz var mı Pezeşkiyana, əziz dostlar? Və niyə? Türk əsirlidir, Azərbaycanlıdır, Şəhriyardan şeirlər deyir. Nəyə görə? Hörmətiniz var mı? Varsa yazın, çox xahiş edirəm. Baxın, mən 90-cı ildən sonra siyasəti izləyən bir adam kimi deyərəm ki, 90-dan sonra görün neçə İranda Azərbaycan əsilli, yaxud da Fars əsilli dövlət başçı olmuşdu. Onun birinin ağzından bircə kəlmə Azərbaycan dili sözü eşitmişdik biz. Eşitməmişdik. Amma bundan eşitirik. Bu özü də bir hansısa bir çağırışdır, hansısa bir xəbər məsələlərdən verən bir xəbərdir. Dünya bugün, bilirsiniz, bir mənalı, çox sadə deyil. Dünya çox mürəkkəb bir dünyadır. Və burada gedən gedişdən hamısını biz açıb danışa bilmərik. Heç özümüzə də aydın da deyil əslində bunlar. Buna görə də, baxın, İranın prezidentinin Azərbaycana gəlişi, yüksək səviyyədə qarşılanması, verdiyi danışıqlar, arxayınlıq, özü mü gəlmişdi? O hansısa bir su məsələsini, gəmi məsələsini həll etmək üçün gəlmişdi. Biz bilmirik bunu. Burada çox böyük, amma bir şey bilirik ki, və bunun üçün mən Azərbaycan xalqına və sizə biz hamısa fəxr duyuram və sizə də təşəkkür edirəm ki, sağ olun ki, bizim prezidentimiz Azərbaycanı siyasət mərkəzinə, geopolitik mübahisələrin çözmə mərkəzinə çevirib. Bugün Azərbaycan nöqtəsi, Bakı, dünya çapında mərkəz kimi səslənir. Bu Azərbaycanın xidmətidir. Bu bizim prezidentimizin apardığı xarici siyasətin nəticələridir. Ondan qabaq, baxın, Rusiyanın xüsusi kəşfiyyat rəisi Narışkin, Amerikanın xüsusi kəşfiyyatçıları gəlirlər, Bakıda görüşdülər. Bunlar bizə verilən önəmdir. Bu önəmi isə bu prezidentin apardığı siyasət qazanıb. Bugün Azərbaycan tanınan bir dövlətdir. Hətta İsrailin dedilər də Bakıda görüş olacaq. Mətbuat yazırdı burada gizli nə var ki, Türkiyə-İsrail münasibətlərini yaxşılaşdırmaq üçün bir burada təmaslar olmalıydı müxtəlif səviyyələrdə. Bunlar hamısı nədən xəbər verir? Bizim əhəmiyyətli olmağımızdan xəbər verir. Və sizcə İsrail-İran arasında nə vaxtsa barışıq əldə oluna bilərmi? Mütləq də olacaqdır. Nə vaxtsa yox, yaxın gələcəkdə. Çünki bu İran xalqının mənafiidir. İran xalqının indiki vəziyyəti onu mütləq barışmağa vadar edir. Çünki böyük güclərin qabağında susmaq vacibdir. Baxın, axırıncı 4-5 ildə İran, İsrailin öz ölkəsində, öz paytaxtında apardığı o terror aktlarının, o qətillərin hansını birinə cavab verə bildi? Heç birinə, hamısına vəd verdiyi ki, bizim cavab vermək hüququmuz var. Amma cavab vermək üçün heç nəyi yoxdur axı. Cavab vermək. Bütün bunlar İranı düşündürür. İranın bütün dünyadan gəliri bir də neftindən asıldı. Nefti də embargo qoyulsa, dünyada neft o qədər çoxdur. Nefti bilirsiniz neçədir? 55 barel, 55 dollara satılır. Putin su qiymətinə. Trump'ın təyin etdiyi qiymətlərdir. Və Trump Yəməndə Husilərin mövqelərinə zərbə endirməklə də bağlı tapşırıq verdi. Yəmənlə bağlı bir İsrailin o əraziləri vurması Husilərlə bağlı İranın praksi qüvvələridir yoxsa?
Tamam doğrudur. Bu baxımdan doğrudur ki, dünyada bax beləcə qəbul olunub. Livanda olan qüvvələr, Suriyada olan qüvvələr, Livan dedik, Suriyanı dedik, Yəməndə olan qüvvələr, yaxud da Qəzza bölgəsində olan qüvvələrin hamısı bir mərkəzdən, Tehrandan idarə olunurdu. Bunların hamısını bağlayan bir xətt şiəlik xəttidir. Və İran 78-ci ildən Amerikaya ölüm, İsrailə ölüm şüarı ilə necə yaşayır? Onlar da bax bu şüarın davamçıları idi, ardıcıları idi. İsraillə Amerika birləşir. Bir neçə ildir ki, bu qolları bir-bir bu kəsirlər. Özə pis adlar qoya-qoya, özə söyə-söyə kəsirlər. Baxın, artıq İsrail, Qəzza hansıdır, Həmas hardadır bilirik. Livanda olan şiə qüvvələri nə oldu bilirik. Suriyada hansı fəlakətlər yaşanır bilirik. Yeganə qüvvə qalmışdır Yəmən. O Husilər qalıbdır. Husilər də təbii ki, bu boyda təsirin altında duruş gətirə bilməyəcəklər. Onlar da ya silahı yeri qoymalıdırlar, ya məhv olmalıdırlar, gitməlidirlər. Belə bir sual vermək istəyirəm. İnsanlar rastla bəzən mifdir, əfsanədir, nağıldır deyənmərəm. Dünyanı deyirlər, Yəhudilər idarə edir. Amma görünən o ki, dünyada iki güc var. İngilislər, Yəhudilər. Bu barədə araşdırma aparmısınızmı? Yəni, dünya hansı senari üzrə idarə olunur? Mən sizə deyim. Tamaşaçılara da maraqlıdır. Çox, qoy sizin hörmətli tamaşaçılarınız bilsin. Əziz dostlar, bəzən o suallarda elə fikirləşərsiniz ki, sistem pozulur. Çalışıram ki, auditoriya, informasiya yetərincə qəbul etsin. O nöqteyi nəzərindən sualları ünvanlayıram. Buyurun. Mən sizin sualınıza belə cavab verərəm. Dünyanı ağıl idarə edir. Ağıl. Çox şükür ki, dünyanı qol gücü, iradə, istək idarə etmir, ağıl idarə edir. Dünyanın ağıllı təbəqəsi dünyanı idarə edir və hələlik dünyanı salamat 1945-ci ildə nüvə bombası partlayandan sonra dünya 50 dəfə dağıla bilərdi axmaqların öhdəsində olsaydı. Görürsünüz, dünyanı ağıllı adama idarə edə-edə gəlib bugünə qədər salamat çatdırırsa bu dünyanı. Bəzən də bu dünyada konfliktlərin olması, müharibələrin olması dünyada olan o istiliyin, dünyada olan hərarətin bir qədər boşaldılmasına yönəlir. Çünki çox gərginləşib dünya. İkinci Dünya müharibəsindən sonra sülh, ola insanlar müharibə nədir, qan nədir, unutmuşlar. Amma bu müharibələr insanlara xatırladır ki, ey insan, sənin bir ölümün də var, özünü yığışdır. Bu baxımdan, bütün bunları mən əminəm ki, göydə Allah, yerdə də qüvvələr var. Mən mason lojası deyirlər, nə udu var, başqa anlayışlar var ki, dünyanı yer üzündə idarə edən qüvvələr yəqin ki, vardır. O ağıllı yeddilikdə müsəlman dünyası və Türk dünyasından kimsə təmsil olunmur. Allah bilir, kim bilir. Ağıllı olmaq həm də texnoloji üstünlüyü əldə edən dövlətlər və dövlət liderlərindən söhbət gedir. Məsələn, siz dediniz ki, İran ona görə həm də zəifdir ki, göydən nəzarət edə bilmir və əsas, baxın, telefon, bütün dünyanı Amerika və Yəhudilər danışırıq. Bir telefona yığıb dostlar. Bir telefon. Dünya, bax, bu boyda telefon qədərdir. Bu boyda texnoloji. Yəni, texnoloji, bax, bugün Pakistan həm də ona görə inkişaf edir ki, dostlar, sizə elə gəlir ki, Pakistan təhsə düyünən kartof istəyəsələrə, xeyr, 200 milyard dollara qədər onlar əsas proqram satışıyla məşğullar. Proqram. Düzdür. Yəni, içəridə problemlər var, terroristlər var, hamı əli silahlı gəzir. İdeal dövlət deyil. Məsələn, çoxları Pakistanı bilmir, tanımır, bir şəhərini bilmir. Hə, Pakistan bizə dəstək verib. Amma bilmək lazımdır. Onun şəhərləri, coğrafiyası, hansı dövlətlərlə sərhəddir. Və yeri gəlmişkən, Pakistanla Əfqanistan düşmən mövqeyindədir. Hər ikisi müsəlman dövlət. Düzmü? Və bir-birinə ərazi iddiaları var. 300 neçə min kvadrat kilometr Əfqanistandan Pakistan arasında ərazilər vardır. Bəli. Və yaxud da ki, İranla Pakistan arasında münasibətlər var.
Amma daha çox İngiltərə Pakistanla yaxın Bəli. təmasdadır. Aygül bəy, mən sizin diqqətinizi və sizin çox hörmətli dinləyicilərinizin diqqətini bir məqama çatdırım ki, Böyük Britaniya dağılımı, Böyük Britaniya Dünya Birliyi parçalananda ona 26 dövlət daxil idi. Bu 26 dövlətin hamısına müstəqillik verdi. Verdi və bugün oturub Britaniya adaların ərazisində yığışıb özünə. O 26 dövlətin biri də İngiltərəyə düşmə münasibətində deyil. Hamı dost münasibətindədir. Hamı bir problemi olanda İngiltərəyə qaçırlar. SSR dağıldı. SSR'dən sonra Rusiya 15 respublikanın. 15'i də indi Rusiya ilə elbə ki münasibətdə soyuqluq var. Hətta 2. Dünya müharibəsindən sonra yaranmış Varşava qarşılıqlı müqavilələr vardı. Orada birisi hərbdə müqavilə vardı. O dövlətlər Rusiyanın lap birinci düşməni oldular. SSR dağılandan sonra. Bilirsiniz bunun kökündə nə durur? İnsani münasibət durur. İngilislər bütün əraziləri də, bütün dövlətlər də, o Pakistanda da, Hindistanda da insanlara insan kimi münasibət göstərdilər. Düzdür, başqa məlumatlar da var. Mən bilirəm. Etiraz da var, başqa şey. O münasibətin nəticəsidir ki, bugün London küçələrində deyirəm. Baxın, Londonun baş naziri kim idi? Elə Hindistan mənşəli idi də. İnsan inkişafını bir diqqət yetirin. Yəni, bu faktdır. Bugün Kanada'ya deyirlər, Kanada sən müstəqil ol, deyim mən İngiltərənin təbəqəliyindən çıxmaq istəmirəm. Müstəqillik təhlif olunur, bir dövlətsən də, o da Amerikan prezidenti dedi, eli qoşul mən əli bir sistemləşmiş bir idarəçilik var. Ay sağ olun. Həm də o sistem idarədə bir ədalət də vardı. O ədalət insanları soydu. Rusiyadan indi hamı niyə qarşı? SSR-də ədalət yox idi. Belə bəlli olur ki, bugün ədalət yox idi. SSR-də ədalət vardı mı? SSR-nin təkcə tərəzisi mi düzüdür? Amma Sovet tərəzisi var da, yadca gəlirmi? Bəlkə də çoxlarını o Sovet tərəzisi aldatdı. Növbəti bir sual, yəqin ki, yekunlaşdırırıq, bir saatdan çoxdur. Demək, Yevgeni Mikhailov müsahibəsində deyir ki, düşünürəm ki, geniş miqyaslı müharibə olmayacaq. Hindistan və Pakistan arasındakı vəziyyət 71-ci ildən davam edir. Burada hər şey İran və İsrailin timsalında oxşarında olacaq, zərbələr mübadiləsi və sonra bəzi proksi hərəkətlər, Pakistan və Hindistan nüvə imkanlarını nəzərə alsaq, tam miqyaslı müharibə olmayacaq, onlar sadəcə zərbələr mübadiləsi aparacaq, bu qədər. Siz necə inanırsınız? O şərhçi öz versiyasında ola bilər, doğrudur, haqlıdır, amma bu dünyada hər şey olur. O gün, görürsünüz, dünyada belə deyim var da, heç vaxt olmaz demə. Hər şey ola bilər. Hər şey ola bilər. İnsan əsəbləri çox da möhkəm deyil. Daş deyil insan əsəbləri. Tarım çəkiləndə o hər cür fəsad doğura bilər. Ona görə bizim hamımızın işimiz Allaha dua etməkdir ki, böyük qanlardan, böyük fəlakətlərdən planet olaraq, millətlər olaraq, dövlətlər olaraq biz qorunaq. İşimiz Allaha qalır. Təşəkkür edirəm. Sağ olun. Müəllim, əziz dostlar, dəyərli tamaşaçılar, yəqin ki, Xəlil müəllimin açıqlamalarını dinlədiniz. Xəlil Qarahmədovdur, Tarixi Şəxsiyyətlər jurnalının baş redaktoru və icazənizlə mən sizlə sağollaşıram. Növbəti verilişdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Sağ olun.